Əvvəla onu qeyd edeyim ki, Trumpın irəli sürəcəyi fikirlər və təkliflər təkcə Ukrayna və Rusiya ictimaiyyəti tərəfindən gözlənilmirdi. Bu həm də dünya ictimaiyyətini olduqca maraqlandırırdı. Xüsusilə maraqlı tərəfləri və dünyada sülh və əmin-amanlığın olmasını istənilən qüvvə Amerika Birləşmiş Ştatları tərəfindən irəli sürüləcək fikirlərin ortaya çıxmasında maraqlı idi. Təbii ki, düşünürəm ki, bu 12 bəndlik sülh təklifi tərəflərlə birgə müzakirə olunub və Birləşmiş Ştatlar bunu həm Ukrayna, həm də Rusiya liderləri ilə bu və ya digər şəkildə müzakirə eləyərək ortaya çıxarıb. Yəni belə bir müzakirə olmadan Birləşmiş Ştatların təklifləri ortaya çıxarması heç də inandırıcı deyil. Amma məsələ bundadır ki, bu təkliflərin tərəflərlə razılaşdırılıb, razılaşdırılmaması və bu özü sual altında qalır. Və siz qeyd elədiyiniz kimi hər tərəfin qane olduğu və qane olmadığı məqamlar var. Müharibə hər zaman belə olur. Bütün şərtlər eyni tərəfi qane eləyə bilməz. Hər bir tərəf geriyə doğru addım atmalıdır və bunu bacarmalıdır. İndiki məqamda Rusiyanın xeyrinə işləyən bir neçə bənd var və Rusiya bunu böyük məmnuniyyətlə qəbul edir. Siz də qeyd elədiyiniz kimi 4 vilayətin Rusiyanın nəzarətinə verilməsi, Donetsk, Lugansk, Xerson və Zaporojye əyalətlərinin Rusiyaya verilməsi, Rusiyanın nəzarətində olmağının tanınması Rusiya üçün bir uğurdur və gələcəkdə Rusiya düşünə bilər ki, bu əraziləri necə ki referendum keçirib müstəqil ərazilər kimi özünə birləşdirib və bu prosesi de jure davam etdirə bilər. Birləşmiş Ştatlar eyni zamanda Krımı Rusiya ərazisi kimi tanıdığını bəyan edir bu şərtlər daxilində. Bu özü də mübahisəlidir. Çünki Trumpın bu ərazini Rusiyanın bir əraziləri kimi qəbul etməsi hüquqi əsas daşımır. Çünki 2 il əvvəl Konqres böyük səs çoxluğu ilə bir kast belə deyək, qanunu qəbul edib. Bu qanuna görə bu cür məsələlərin həlli yalnız Birləşmiş Ştatların Konqresində qəbul olunduqdan sonra hüquqi qüvvəyə minir. Yəni indi Trumpın bunu irəli sürməsi sabahsı günü sual altında da qala bilər və reallaşa bilməz. Ona görə bu da ciddi səslənmir. Yəni Amerika Birləşmiş Ştatlarında biz bilirik ki, çoxluq Ukraynanın ərazi bütövlüyünü tanıyır və bundan hər hansı güzəştə gedilməsinin tərəfdarı deyil. Ona görə bu məsələ də gələcəkdə inandırıcı deyil. Amma hər halda şərtlərin bu cür olması Ukraynaya qarşı böyük bir təzyiqin ortada olması deməkdir. Ukrayna tərəfinin əldə elədiyi müsbət dividend ondan ibarətdir ki, Xarkov bütövlükdə boşaldılır işğalçı qoşunlar tərəfindən və yenidən də Ukraynaya qaytarılır. Bu yaxşıdır. Amma burada Birləşmiş Ştatların da bir neçə arqumentləri var və Birləşmiş Ştatlara keçməmişdən əvvəl bunu da deyim ki, ümumiyyətlə atəşkəsin elan olunması bütün hallarda Ukraynanın xeyrinədir. Bu atəşkəs haqqında bu saziş heç bir belə deyək ki, hüquqi əsas daşımır. Və təbii ki, burada biz gördük ki, ən təhlükəli məqam ondan ibarət idi ki, Krım Birləşmiş Ştatlar tərəfindən Rusiyanın ərazisi kimi tanınırdı. Amma məsələ bundadır ki, Birləşmiş Ştatların icra edici hakimiyyətinin bu hüququ yoxdur. Çünki bunu Konqres yerinə yetirməlidir. Yəni bu özü də belə etibarsız bir sənəd olur və gələcəkdə heç bir halda buna bir hüquqi istinad mümkün olmayacaq. Üstəlik həm də bu